Sumqayıtla oyundan sonra texniki məğlubiyyət oyunu yadımdadır mənim. Hələ onda lap yeni idi çempionatda. Oyundan sonra orada bir münaqişə yaşandı paltar dəyişmə otağının qarşısında, içində səs-küy var idi. Portuqaliyalı məşqçilər mükafatı tələb eləyirdi, oyunçuların mükafatın. O hadisənin, o olayların axırı necə oldu? Verdiniz onların pulunu, yoxsa hələ qalıb? Bizim hər bir oyunda texniki məğlubiyyət olub-olmayıbdır, fərqi yoxdur. Hər bir oyuna görə təyin etdiyimiz premiya var. O premiyalar qəpiyinə kimi ödənilibdir. Bizim heç bir borcumuz yoxdur. Və sizi əmin edirəm ki, orada bir, belə deyim də, bir dalğa yarandı. Nə dalğası oldu? Oyunu şərh edən şərhçi şərhində bütün ictimaiyyətə oyuncunun protokolda olmadığı, amma o protokolda adı var idi, qarşısında quş işarəsi yox idi. Yəni bu biraz fərqli məqamdır. Onunla bağlı bir fikir deyir. Bu fikir qısa müddətdə bütün ölkəyə, yəni futbola baxan hər kəsə... Biz də oradaydıq, biz də gördük. Biz şərhçini eşitmirdik açığı, amma orada gördük ki, yəni oyuncunun qarşısındakı nişan yoxdur. Bəli, və bu yayılır və istər-istəməz siz düşünün ki, siz həftə boyu bütün həftəni əziyyət çəkmisiniz, sabahla oyunda qalib gəlmisiniz, gəlmişsiniz çətin bir yağış, çətin bir meydana, orada da qalib gəlirsiniz və sizə birdən deyirlər ki, söhbət orada premiyadan deyil və sizə birdən deyirlər ki, siz uduzmusunuz. Rəsmilərdən biri səhvə yol verir. Bəli. Siz insan olaraq, misal üçün, hansı his keçirərsiniz? Sonra biz məsələni araşdırdıq, belə deyim də, emosiyalar sakitləşdi. Biz başa düşdük ki, insanın adı olubdur. Qarşısında quş işarəsi olmayıbdır. Biz sonra araşdırdıq ki, UEFA-da eyni məqamlar olubdur. UEFA Avropa Liqasında Debrecen komandası 2-1 utduğu oyunda oyuncu ümumiyyətlə protokolda olmayıb, amma komandanın rəsmi oyuncusu olubdur. Və UEFA-nın qərarı olubdur ki, texniki məğlubiyyət verilə bilməz. Çünki bu futbolun prinsipinə uyğun deyil. Bilirsiniz, hakimin fiti var ha. O idmanda ən müqəddəs amildir hakimin fiti. Bəli, çünki onun qərarı vacibdir. Bizim kabinetdə, otaqda qəbul etdiyimiz qərar yox. Çünki mən idmançıyam, mən əziyyət çəkirəm və hər hansı bir idarəçi səhv eləyirsə, ona görə mən məsuliyyət daşımamalıyam. Yəni, bu çox vacib məqamlardır. Proses gedir, mən hüquqi məsələni açıb burada müzakirə eləmək istəmirəm. İnşallah nəticəsi olar, səhvimiz olarsa biz qəbul eləyəcəyik ki, səhvimiz var, amma biz inanırıq ki, biz düz tərəfdəyik, haqq tərəfdəyik və biz azarkeşimizi və belə deyək də, oyuncuları həmin 3 xaldan məhrum edə bilmərik ki, hal-hazırda da üzr istəyirəm, hal-hazırda da bizim həmin 3 xala turnir cədvəlində görürsünüz ki, böyük ehtiyacımız var. Olmasa belə də biz o məsələni davam etdirəcəyik. Riyad Rəfiyev zəng eləməyib sizə? Xeyr, etmə, eləmə. Yox, elə şey olmayıbdır. Ümumiyyətlə bizi Riyad Rəfiyevlə çox bərabər hallandırırlar. Təbii ki, bizim dostluğumuz var, yaş belə deyim də, məsələ amili də var ki, biz yaşıdıq. Onun mənə çoxlu məsləhətləri olubdur. Yəni biz onunla müzakirələr aparıq. Çünki mən təcrübəm futbol sahəsində o qədər deyil, idarəçiliyi bilsəm də onu bilməmişəm. Amma Sumqayıt klubundan bizə bu barədə bir dənə belə zəng olmayıbdır. AFFA tərəfindən bizə bir dənə də olsun təzyiq olmayıbdır. Əksinə, AFFA deyibdir ki, əgər siz fikirləşirsinizsə ki, siz haqlısınız, buyurun öz hüquqi prosedurunuzu həyata keçirin. Ona görə də mən rəhbərliyə təşəkkür eləmək istəyirəm ki, bu qədər şəffaf, açıq formada klubların öz fikirlərini bildirməsi üçün bir yanaşma var, bir münasibət var. Amma Sumqayıt tərəfindən və bir şey də deyim, bunu da istifadə edeyim, bu məsələni də bağlayayım. Riyad Rəfiyev tərəfindən və yaxud Sumqayıt klubu tərəfindən imiş deyə bir dənə də olsun futbolçu gəlməyibdir. Nə yerli, nə xarici və bəzən mən Riyad müəllimdən xahiş edirəm ki, ay qardaş, bir oyuncu ver də, flankəsi ver bizə, təəssüf olsun ki, hələ bir dənə də oyuncu ala bilməmişik onlardan. Amma verir belə, hə, başqa klublar? Onu bilmirəm. Yəni bizim adımız hallanır ki, bizlə belə deyim də, bizim klubun prezidentidir, bizi idarə eləyir, bizə oyuncu verir. Amma mən sizi tam səmimiyyətimlə deyirəm ki, bir dənə belə oyuncu yoxdur və bizə öz oyuncularını belə, misal üçün Sumqayıtda olan oyuncunu bizə deyir ki,
bu oyunçunu misal üçün də icarəyə götürün, xarici oyunçudan söhbət gedir, amma biz götürməmişik. Amma yerli oyunçularda sıxıntımız var, istəmişik, verməyiblər.